Allahın sülhü, əmnamanlığı, rəhməti, bərəkəti, mərhəməti, islahatı, xeyirli aqibəti olsun üzərinizdə, İbrahim oğulları, adam övladları və kim ki bizi izləyir. Allaha sonsuz sayda şükürlər olsun. Uca Allahımız, Rəbbimiz olan Allah bir daha bizim boynumuza bu minnəti qoyur ki, biz Allahın bizə imkan verdiyindən istifadə edib, bu kanal vasitəsilə çıxıb, Allahın biz İbrahim oğullarına və seçdiyi adamlara ki, adamlardan ki seçib, onlara verdiyi tapşırığı öz işindən ki, seçib qaldırıb, öz işindən ötürü, ona Allahın izni və yardımı ilə bacardığımız qədər yerinə yetirək. Bu minnəti Allah bizim boynumuza qoyub, sonsuz sayda ona şükürlər olsun. Və Allahın izni ilə çalışırıq ki, həmişə olduğu kimi özümüzü təqdim edəyək və dəfələrlə də qeyd edirik, yenə də Allahın izni ilə qeyd eləmək istəyirik ki, bu təqdimatın özündə bir hikməti bundadır ki, İbrahim oğulları Allahdan başqa bir kəsdən çəkinib, qorxmurlar və özlərini öz adları ilə təqdim edib və üzlərini göstərirlər. Çünki Allahın risalətini təbliğ edənlər Allahdan başqa bir kəsdən çəkinməzlər, qorxmazlar. Yalnız Allahdan. Çünki Allah özü bütün hesablara yetişməyə kifayətdir. Mən də Allahın izni və yardımı ilə özümü təqdim eləmək istəyirəm. Qarşınızda 20-ci əsrin axırında, 21-ci əsrin əvvəlində Allah tərəfindən seçilib qaldırılmış Quranın ayətlərinə, hökm ayətlərinə istinad eləyərək İbrahim əleyhissalamın millətinin yoluna tabi olan, özünü İbrahim oğlu adlandıranlardan biriyəm. Əskər İbrahim oğlu zamanədə Allahın izni ilə yaradılmış İbrahimi Rəsullarının Şura İttifaqının dövlətinin üzvlərindən biriyəm. Allah Rəsullarından biriyəm. Zamanədə Allahın Rəsulları çoxdur. Allah odur ki, göndərir öz Rəsulunu haqq hidayətlə bütün dinlərin zühuruna qaldırması üçün inanmayanların, Allaha şərik qoşanların kərahətləri olsa belə, sonsuz sayda Allahımıza şükürlər olsun. Və onu da qeyd etmək istəyirəm ki, hər çıxışımızda da çalışırıq ki, bunu qeyd edəyək. Bu çıxışlar xüsusi olaraq Quran ayətlərini istinad edib İbrahim əleyhissalamın millətinə tabi olan özünü İbrahim oğulları adlandıran kəslər üçündür. Və kimsə də kənar kəslərdən təsadüfənmi və yaxud da eşidib, bilib, baxırsa, şükürlər olsun Allaha sonsuz sayda. Biz Allahın bizə verdiyi, açdığı, öyrətdiklərini Quranı qiraət eləyə-eləyə, Quran sevilməsini qiraət eləyə-eləyə. Oradan bizə Allah nə qədər öyrədəcəksə, Allahın izni və yardımından çalışacaq, onları da sizinlə bölüşək. Hər dəfə çalışırıq, Quran qiraətindən qabaq duaları eləyək, sonsuz sayda Allaha şükürlər olsun. Allah bizə bu imkanı verir, bu böyük bir xoşbəxtlikdir. Həqiqətən də böyük bir xoşbəxtlikdir ki, Allah bu torpağa öz lütfünü, mərhəmətini, rəhmətini göndərib. Yəni, ağıl sahiblərini düşünməyə Allahın izni ilə çağırıram ki, diqqətlə fikir versinlər ki, ətrafda, dünyada nələr baş verir. Bugün isə bu torpaqda sülh, əmnamallıq, salamatçılıqdır. Sonsuz sayda Allaha şükürlər olsun. Elə Allah da bu yazıq insanlara, biz də onların içində, bizim hamımıza yazığı gəlib, rəhməti gəlib ki, öz lütfünü, mərhəmətini göndərib, öz rəsullarını, nəbilərini göndərib ki, o ərazilərdə Allahdan xəbərlər verilsin, Allahın xəbərləri söylənsin. Çünki Allahın xəbərləri söylənilən yerlərdə Allah və mələkləri bu Allahın vədidir, düsturudur, qanunudur. Allah və mələkləri ora və onların üzərinə, Allahdan xəbər verənlərin üzərinə sülh, əmnamanlıq, rəhmət, bərəkət, salamatçılıq diləyir. Bunu istəməyənlər, yəni dolayı yolla belə desək, onlar dolayı yolla buna gəlib çıxırlar. Deməli, Allah rəsullarının olmamasını, Allahdan xəbər verənlərin olmamasını, Allahın xəbərlərinin söylənməsini istəməyənlər, onlar
ya cinlerden olan şeytanlardır, ya insanlardan olan şeytanlardır ki onlar fəsad istəyirlər yer üzərində olsun. Salamatçılıq, əminlik olmasın. Şükürlər olsun Allah'a sonsuz sayda sonsuz. Sözsüz ki, bu rəhmət ilk olaraq Allah'tandır və bunun başında Allah durur. Allah özü bilir kimləri, nəyi vasitə edib bu işin ərsəyə gəlməsində. Və bu günləri Allah'ın izni və yardımı ilə sonsuz sayda Allah'a şükürlər olsun. Bizim bu kanalda çıxmamızda kimlərinsə də əli varsa, kimlərinsə də rolu varsa onu bildiyimizi bilirik, bilmədiyimizi Allah bilir ki, kimlər var? Bəli, mümkün ki, onlar ağıllı kəslərdir, oturub fikirləşirlər ki, bunlar Allah'tan danışır, Allah'a tərəf dəvət edir. Allah'tan danışanın ağzını yumarlarmı? Allah'tan danışanı təhqir edərlərmi? Allah'a tərəf dəvət edəni söyərlərmi, döyərlərmi, incidərlərmi, öldürərlərmi? Bunu ağıl sahibləri oturub Quranı oxusalar görərlər ki, bu sifətlərdə olanlar Allah'ın xoşuna gəlməyən insanlardır. Allah'ın qəzəbləndiyi insanlardır. Onlar Allah'ın düşmənləridir. Kimsə Allahla düşmənçilik edə bilərmi? Kimliyindən asılı olmayaraq Allahla heç kim düşmənçilik edə bilməz. Bunu oturub düşünməlidir insanlar. Bəli, Allah birinci növbədə sonsuz ki, ona sonsuz sayda şükürlər olsun. Həmd olsun ona. Ki, Allah bu imkanı bizə verir və kimsə də, kimlərsə də bu işin ortaya gəlməsində onların əlləri varsa, onlar bir vasitədirlərsə, biz Allah'tan onların üzərindən sülh-əmnəmanlıq, rəhmət, bərəkət diliyirik. Və bütün bəşər övladına, bütün bəşəriyyətə, bütün yer kürəsinə Allah birinci istəyir və Allah'ın öyrətməsi ilə Allah'ın nəbiləri, rəsulları, mürsəlləri, seçilmişləri, imamları, xəlifələri istəyirlər ki, Allah'tan oraya sülh, əmnəmanlıq, rəhmət, bərəkət, mərhəmət, islahat olsun. Bunu istəməyənlər kimlərdir? Özünüz düşünün. İndi Allah'ın izni və yardımı ilə hər dəfə çalışdığımız kimi ki, Quran qiraətindən qabaq İbrahim oğullarının Allah'tan aldığı vəh, ilham, hikmətdən gələn ki, o duaları ki ediblər, tərtib ediblər Quran qiraətindən qabaq. Onu inşallah edək, sonra da Allah'ın izni ilə və yardımı ilə Quran qiraətinə başlayarıq. İsmi-ilə Allahın Rəhmanı Rəhimin, güvənirik Allah ilə şeytandan müraciət etmişdən. Rəbbimiz, sənin izninlə və yardımınla başlayırıq mübarək Quranın çevrilməsinin qiraətinə. Bərəkətli et və qəbul et bizdən niyyətimizi və elmimizi artır. Vasitə axtarıq üzərinə, səni özümüzə arxa vəkil bilib sənə təvəkkül etməyə. Dillərimizi sənin zikrin və şükrünlə rəvan et. At qəlbimizə o şeyləri ki, axirətin günündə bizlərə nicat verər cəhənnəm əzabından. Bağışla bizləri, rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan. Qəlblərimizdən kini, küdurəti, paxıllığı, təkəbbürlüyü və sənin xoşuna gəlməyən şeyləri silib atmaqda bizlərə kömək et. Nəfsimizi, ruhumuzu, canımızı əqlimizə tabi etməkdə bizlərə yardım et. Ən gözəl neymətlərindən olan neyməti, şəhadəti bizlərə qismət et. Bir daha Rəbbimiz sənin isminlə. Bəqərə surəsinin, İnək surəsinin inşallah 30-cu ayəsindən qiraətə başlayırıq. Və onda dedi Rəbbin mələklər üçün. Sonsuz sayda Allah'a şükürlər olsun. Allah'ın bu Quranı bizim ağlımıza sığmayan bir dəryadır. O demək deyil ki, bu yazılar bizim ağlımıza sığmaz biz bunu. Yox, estağfurullah. Dəryadır. Çox dərin bir dəryadır. Çox bol bir dəryadır. Gür bir dəryadır. Ki o kəlmələri yazmaqla itməz, tükənməz. Allah'ın ayələrinin hər bir addımında, dayananda belə Allah'ın izni ilə düşünməyə gedirsən.
və Allah özü sənə oradan özü istədiyi qədər öyrədir. Elə öyrətmələrindən biri elə əvvəlində, başlanğıcında və onda dedi Rəbbin mələklər üçün. Sənə, hər bir sənə üzünü tutur Allah, müraciət edir. Quranı oxuyanda elə şeytanın ən böyük hiləsindən, məkrindən biri odur ki, yaxşı olar ki, ümumiyyətlə, şeytan çox istərdi ki, insan ümumiyyətlə Quran oxumasın. O ki, qalmış onun başa düşdüyü dildə. Başa düşmədiyi dildə üzr istəyirəm, mən heç kəsi təhqir eləmək istəmirəm. O səs və nidadan başqa nə eşidir? Axı, Allah bu Quranı göndərməyib ki, sən bunu nəsə bir gözəlləşdirib, səs baxımından gözəlləşdirib oxuyasan. Onun gözəlliyi ondadır ki, sən onu oxuyub, anlayıb, yolunu tutub gedəsən. Allaha bəndəlik eləyəsən. Şeytanla mübarizə aparasan. Allahın sənə öyüd nəsiyyətlərinə qulaq asasan. O şey ki, anlamırsansa, nə mənası bu tərzdə oxumağın? Onun üçün də bəli, əvvəlində elə Allahın öyrətməsidir ki, insan düşünməlidir. O şeytanın o məhkilinə tabi olmamalıdır. Şeytan çox istərdir, bəli, heç insan bu Quranı oxumasın. Yox, əgər oxuyursa da, bəli, artıq insan başlayıb onu öz başa düşdüyü dildə oxumağa. Şeytan çox istərdi ki, sən bu Quranı keçmişə aid eləyəsən. Keçmişə aid elədiyin tərzdə başa düşəsən. Bu günüvə yox. Quran isə həmişə bahardır. Bu Quran Allahın kəlmələridir. Allah öz yaratdığı bəndəsi ilə danışır, öyrədir. Əgər bugün burada mənə aid bir şey yoxdursa, bu keçmişə aiddirsə, nə mənası mən onu oxuyurum? Əgər bu keçmiş üçün olan bir nağıldırsa, estağfurullah, bu cinlərdən və insanlardan olanların fikridir, insanlara təlqin edirlər. Bu fikri yayırlar. Onda nə üçün oxuyuram? Nə mənası? Burada mənim üçün nə ibrət var? Yox, əgər ibrətdirsə, hikmətdirsə, deməli, mənə bu günümə lazımdır, bu mənə lazımdır. Və burada öyrətmə var. Allah danışır bəndəsinə. O Allah ki, o bizim Rəbbimizdir, dedi və onda dedi Rəbbin mələklər üçün. Rəbbin sənlə, mənlə danışır, bizə üzvü tutur, bizə müraciət edir Allah, bizi öyrədir, deyir. Və onda dedi Rəbbin mələklər üçün. Oturmuşuq, Allah bizimlədir, 58-ci surənin 7-ci ayəsinə görə. Allah bizi öyrədir. Deyir, mənim bəndəm, mən sənin Rəbbinəm. Mən mələklərə dedim. Mən belə iş görmüşəm, sənə danışıram, gördüyüm işi danışıram sənə. Və eşidənlərə. Həqiqətən, mən edəcəyəm ərzdə xəlifə. Xəlq edəcəyəm, yox. Yaradacağam, yox. Edəcəyəm. Allah xəlifə edir. Və bunun müqabilində mələklər, Allahın mülkündə olan mələklər, tabiçiliyində olanlar Allaha deyirlər. Dedilər. Nəinki dedilər? Onlar sual verdilər. Edəcəksənmi o kəsi ki, fəsad edər orada və tökər qan, o tökür qan, o qan tökür orada, fəsad edir. Sən onu edəcəksən, xəlifə, sual verirlər. Buradan Allahın öyrətməsi ayəsi yadımıza düşür ki, Allah öz fəaliyyətinə görə sual olunmaz. Ancaq Allah, o gözəl Allah, o ulu Allah, o qüdrətlər qüdrətlisi olan Allah, şahlar şahı olan Allah, o cür hakimiyyət əlində ola, o, onun tabiçiliyində olanların bu sualına, bu, belə deyək də, narazılıqla verilən suala Allah səbirlə, elmlə, məntiq və hikmətlə onlar üçün izah etməyə başlayır. Və bunu Allah bizi üçün sadalayır. Və onlar deyirlər ki, biz sayırıq həmd ilə səni,
və müqəddəs tuturuq səni. Allah dedi, həqiqətən, mən bilirəm onu ki, siz bilmirsiniz. Bəli, Allah bilir nə ki səmalardadır və nə ki ərsdədir. Onlar arasında olanları, hər şeyi bilən Allahdır. Və indi mərhələ ilə izah edir, sübut edir, göstərir, bildirir onlara ki, onlar səhv ediblər. Və bildirdi adama isimlərini küllü onların. Sonsuz sayda Allaha şükürlər olsun. Allah hələ bu hadisəni, bu səhnəni bizə danışa-danışa elə bizim özümüzə nə qədər şeylər bildirir. Allahın bu ayələrini elə ayrılıqda da biz zikr etdikcə nələri öyrədir, bildirir və bununla da öyrədir sənə ki, sən adam olmağa çalış və o xəlifənin, o vəzifənin adını, o ixtisasın adını, o məqamın adını bizə bildirdi ki, o məqam, o ixtisas adamdır. Kimsə akademikdir, kimsə nazirdir, kimsə nə bilim kimdir, kimsə müdürdür, nədir, hansısa bir sənət sahibidir, hansısa bir ixtisas sahibidir, hansısa bir dərəcə sahibidir. O elmdə də ola bilər, istəyir başqa bir sahədə də ola bilər. Burada isə Allahın seçdiyi, Allahın etdiyi xəlifənin adı deyilir. O məqam, o vəzifə, o dərəcə, o ixtisas, o adamdır. Və bildirdi adama isimlərini küllü onların. Nədir o isimlərin küllü? Elə düşünsə insan, yaxşı, mən özümdən götürüm. Mən birdən-birə elə, ola bilər, bu biraz loru bayağı şəkildə çıxsın. Mən əstağfurullah, bunu başqa cür yox, mənə çatan budur. Mən hardan biləcəkdim? Nə yaxşı, indi mən bilirəm. Baxıram buradan, gözümün ucu ilə görəm ki, İnək surəsi, 30-cu surədən 37-ci ayətlər. Burada anda yazılıb 30, sonra gəlir hərflər və mən o hərfləri daha hərfləmirəm. V, ə demirəm, deyirəm və. O, n, d, a demirəm, deyirəm onda. Bunlar birdən olmuyor. Allah bunu öyrədib, bildirib bizlərə. Gəlin, unutmuyor ki, sonsuz sayda Allah'a şükürlər olsun. 16-cı surənin səhv eləmirəmsə 78-ci ayəsində olmalıdır. Deyir, Allah sizi analarınızın bətnindən xaric etdi. O halda ki, bir şey bilmirdiniz. Etdi sizin üçün qulaq və göz və könül. Ola ki, şükr edənlər olasınız. Subhanallah. Biz axı bir şey bilmirdik. Bilmədiyimiz halda çıxmışıq analarımızın bətnindən. Bunu insan niyə unudur? Niyə bunu Allahın yaratdığı o bəndə unudur ki, mən axı o halda anamın bətnindən çıxmışam ki, mən heç də bilmirdim. Mən aciz idim, mən zəif idim. Mən nə vəziyyətdə idim? İndi birdən-birə mən gəlmişəm, oxuyuram, danışıram, görürəm, fikirləşirəm, gördüklərimi analiz edirəm. Allaha sonsuz sayda şükürlər olsun. Bu birdən-birə baş verməyib. Və insan onu da unutmamalıdır. İnsanın elə bir vəziyyəti, elə bir halı gəlir ki, o bu bildiklərini yavaş-yavaş unudur, bilməz olur. Onun özündə Allahın ayətləri var, düşünən cəmaat üçün. Bax, Gəlmə surəsinin 5-ci ayəsində, Həd surəsinin 5-ci ayəsində
sadalayır insanın yaranmasından. Yəni onu deyir ki, ay insanlar, əgər siz şübhədəsiz qaldırılmaqdan və həqiqətən biz xəlq etdik sizi torpaqdan. Bu mərhələni sadalayır bizim üçün. Və öz qüdrətini burada sonsuz sayda Allah'a şükürlər olsun göstərir. Sözsüz ki, Allah'ın ehtiyacı yoxdur. İnsanın Allah'ın dediklərinə inamının artmasında və şübhəyə getməməsində, imanının möhkəmlənməsi üçün Allah bunları göndərir. Biz xəlq etdik sizi torpaqdan, sonra lütfədən, sonra laxtalanmış qandan, sonra bir parça ətdən kamil xilqət və qeyri-kamil xilqət etdik ki, sizin üçün bəyan edin. Açıqlayır, bəyan edir Allah, öz qüdrətini göstərir. Saxlarıq bətində istədiyimizi müəyyən olunmuş müddətə kimi. Sonra xaric edərik sizi tüfil surətində. Tüfil, bir şey bilməyən, aciz, büzüşmüş, neyin içində, nə vəziyyətdə. Sonra həddi buluğa, rəşd halına yetişərsiniz. Bunu Allah eləyir, bu öz başına deyil. Bunu unutmayın. Unutmasın insan. Bugün mənəm deyən hansısa dəxli yoxdur. Hər hansı bir mövqe sahibi. İstəyir kasıb, istəyir varlı, istəyir elmli, istəyir elmsiz, istəyir vəzifədə olan, istəyir vəzifədə olmayan, istəyir padşah, istəyir nökər. Hamı bilməlidir. O bu vəziyyətdədirsə, bu nəyəsə bacarırsa, nəyəsə qadirdirsə, bu Allahın hesabınadır. Bu öz başına deyil. Biz tüfil surətində çıxmışıq, xaric olmuşuq, tüfil surətində deyir. Sonra həddi buluğa, rəşd halına yetişərsiniz. Kamil bir rəşd hala yetişərik. Sizdən var kim bu arada vəfat edər? Bu arada. İstəyir, o tüfil surətində çıxmamışdan qabaq, istəyir çıxanda, istəyir çıxandan sonra, istəyir rəşd halından qabaq, rəşd halından sonra. Bu arada Allah deyir. Və sizdən var kim ki, ömrün elə bir günlərinə, rəzil günlərinə yetişər ki, bildiyi şeyləri yaddan çıxardar. Bu günləri, bilirik, bunu oxuyuruq, danışırıq, unutmayaq ki, elə bir günlərə gəlib yetişə bilərik ki, biz bu bildiyimiz şeyləri yaddan çıxardarıq. Bununla da Allah yenə də insana növbəti bir yaxşılığını edir ki, o bir daha insana özünün varlığından xəbər verir. Özünün varlığını o insanın yadına salır ki, ay insan, mənəm, mən varam. Sən unutmuşdun məni. Mən bu hadisələri sənə yaxşılıq üçün eləyirəm. Unutma, heç olmasa bu günlərində yadıma sal məni və qayıd mənə tərəf. Nə qədər ki, ölümü hiss etməmisən. Nə qədər ki, ölməmisən. Və adı ilə də ayəni tamama yetirmək üçün görərsən ərzi qurulmuş halda, onda ki, üzərinə onun su nazil edərik, hərəkətə gəlib, açılışar və nəbatatın küllüsündən gözəl zövzlər yetirər. O da, elə bir ki, Allah o ərzə də Allah bildirir də, o da bilmədiyini eləyir. Bunlar Allah bilmirdi də, dayanmışdı, qurumuş halda. Bilmirdi neynəsin. Yenə də Allah öz rəhmətini endirir və ona vəh edir ki, sən indi bu işləri gör. Bəli, Allah qadirdir vəh etməyə, hər bir kəsər bir şeyə. Allah üzərində külli şeyin qadirdir. Bəli, və bildirdi adama isimlərini külli onların. Bildirdi. Bizə bildirdi Rəbbimiz kimdir. Bizə bildirdi mələklər kimdir. Bizə bildirdi xəlifə kimdir. Bizə bildirdi ki, bəli, biz Allaha sual etməməliyik. Necə ki, bax, mələklər sual edir. Biz elə bir şey etməyək, səbirli olaq. Allah bunu bildirdi, öyrətdi. Bunları biz bilmirdik. Quranda ayə var. Sən kitab nədir, iman nədir, yazma nədir, sən bunları bilmirdin. Allahdan bir rəhmətdir ki, deyir, biz bunu sənə vermişik. Sonsuz sayda Allaha şükürlər olsun. Bəli, bildirdi adama isimlərini külli onların. Sonra ərz etdi üzərinə mələklərin və dedi, xəbər verin mənə isimləri ilə bunların, əgər oldunuz sadiqlər.
Yoxdur. Heç bir məcburiyyət, heç bir ikra, heç bir zor. Burada Allah dərs keçir. Sonsuz sayda Allah'a şükürlər olsun. Bu günləri Allah qaldırıb, seçib və insanlara Allahın bu həqiqətlərini söyləməyə öyrədib. Bu dərsdə də onu da öyrədir Allah ki, mən necə zorla, ikrahla danışmıram, neysə sübut etmirəm, siz də məndən bu nümunəni götürün. Allah bunu öyrədir insanlara, bəndələrinə. Ki, adam olun. Adam olanda sən Rəbbindən öyrənəcəksən. Sən doğrudan da onu Rəbb biləcəksən. Və Rəbbin də səni istədiyi qədər öyrədəcək. Çünki Allah özü istəsə zorla çox şey edə bilər. Var Quranda ayə, səhv eləmirəmsə 10-cu suranın 99-cu ayəsində Allah deyir, bir dənə ayə nazil eləyərəm, hamısı boyun əyər, baş əyər. Yəni hikməti budur. Mən onu Allahın izni ilə qiraət eləyə bilərəm. Bəli, deyir ki, əgər Rəbbin istəyə kim ki ərzdə var, hamısı cəmiyyən inanadır. Sən insanları ikrahla məcbur edəcəksən ona ki, ta inananlar olsunlar. Yox. Deməli, Allah buradan öyrədir ki, ikrahla, zorla elə bir şey eləmə. Yalnız elmli surətdə insanların nəzərinə çatdır. Necə ki, Allah nəzərinə çatdırdı. Öyrədir. Onunla öyrədir Allah. Öz bəndəsinə öyrədir. Bəli, ərz etdi üzərinə mələklərin və dedi, xəbər verin mənə isimlərlə bunların, əgər olduğunuz sadiqlər. Dedilər, sayılan sənsən. Yoxdur elm bizim üçün, ancaq nəyi ki bildirdin bizə. Həqiqətən sən alimsən, həkimsən. Bax, bunu ilə Allah öyrədir ki, biz burada nə mələkləri mühakimə, nə müzakirə, o bizə heç bir faydası olmayasın. Biz ona günaha gedərik ki, xeyrimiz olmaz. Bizə o lazım deyil, bizə bu lazımdır ki, bizi Allah buradan bunu öyrədir ki, o öyrətmələrin içində o var ki, axırı onsuz da sən nədir, Allaha nəsə öyrədə biləcəksən? Var Quranda ayə ki, deyir, Allah bilmədiyini nəsə ərzdə, səmalarda neysə bilmir, onu bildirmək istəyirsiniz. Allah deyə bu. Allaha nəsə ərz et, sən öyrədəcəksən. Və Allahdan gələn elmin qarşısında da sən onsuz da sonda məğlub olacaqsın. Çünki Allahın ayəsi var. Dedi Rəbbim, həqiqətən qalibəm, mən və rəsullarım mən. Bu səhnədə həqiqətən də çox dəhşət dərəcədə çox öyrətmə var və sonsuz sayda Allaha şükürlər olsun. Bax, bu günləri daha artıq biz neçə vaxtdır bu gizlin deyil, bir şey deyil, Allaha sonsuz sayda şükürlər olsun. Biz Allah Rəsulları adı ilə çıxış edirik. Və artıq bu yaşanır, bu var. Kafir və müşriklərin acığına gəlsə də artıq İbrahimlər erası başlayır. İbrahim oğullarının artıq təqvimi var, onlar yaşayırlar. Onlarda ümmətlər var, şurası var. Böyük bir qardaşlıq var, işlər var. Sözsüz ki, Allahın yardımı ilə, Allaha inansaq, daha da güclü inanmızı artırsaq, daha da güclü Allaha güvənsək, yəni Allahımıza daha da güclü olaraq güvənsək. Birdən bu sözündən tutub bəzilər deyərlər ki, daha güclü Allaha, estağfurullah. Yəni daha da güclü olaraq mən demək istəyirəm ki, Allaha biz güvənsək, Allaha güclü. Onda bu işlərimizdə daha da böyük bərəkət olar, daha da böyük inkişaf olar. Yəni gəlin, əziz İbrahim oğulları qardaşlarım, üzümü sizə tutub deyirəm ki, gəlin, unutmayaq ki, Allah bizi seçib, bizi qaldırıb, onun dininin yardımçılarından olmaq şərəfini, bu şərəfi bizə qismət edib ki, biz onun dininin yardımçılarından ola bilərik. Sözsüz ki, Allahın buna ehtiyacı yoxdur. Allah qənidir aləmlərdən. Biz iki fəqirlərik tərəfin Allah'a. Bu bizə şərəf olaraq Allah verib. Unutmayaq ki, birdən biz bunu etməsək, Allah özü kifayətdir. Öz bəndələrinə, bəndəsinə, öz yoluna. Allah bizi aparar, bizdən yaxşısını getirər.
Yarın elə müşkidir, elə o dayanmışıq öz yerimizdə. Kim gələcək, xoş gələcək, gəlsin. Allahın bu yolunu birlikdə qardaşvarı gedək. Bəli, Allah zəmanədə bu Allahın özünün istəyi, özünün seçimidir. Öz elmi ilə seçdi, bu cəmaatın içindən xəlifə etdi, o adam etdi onu, ona bildirəndə, bəli, və eyni zamanda hər bir bu ümmətlərdə, bu qovumlarda, bu xəlifələri edəndə nə qədər insanlar oldu ki, dedilər ki, bu belə eləyib, bu insanlar bu oyunlardan çıxıblar, bunların keçmişi bu, nə bilim, işləri şu və s. Biz elə səni sahaya salırıq da, bu belə deyil ki, elə mütləqdir ki, elə desinlər ki, necə bu mələklər sənə deyib ki, ay Allah, biz səni sayırıq. Bu ilə insanlar deyirlər də, biz elə ibadət edirik də, biz elə sizdən Allaha daha yaxınıq da, biz gör neçə ildir ibadət edirik, mən uşaqlıqdan ibadət edirəm, mən bunu eləyirəm, biz bunu eləyirik, bu cəmaat bunu eləyir. Onsuz da, elə sözdə, eləmə sözdə. Allah deyir Quranda ki, saya salır Allah üçün, nə ki səmalardadır və nə ki ərdədir. O müqəddəsdir, şahdır, izzətlidir, hikmətlidir. Güya ki, mən saydım nə, sən saydın nə, biz saydın nə, onsuz da saya salır Allaha. Nə ki səmalardadır və nə ki ərdədir. Söhbət ondan getmir. Söhbət Allahın iradəsinin əleyhinə çıxmaqdan gedir. Sənin neyvə lazım? Sən səbirli ol. Axı, bu günləri Allah bunu elmli surətdə sübut elədi bu insanlara. Ki siz bilmirsiniz o şeyi ki, neyi ki mən bilirəm. Və ərz etdi hər bu cəmaatın içində, o ərzlərdə olan adamlara, onlara öyrətdi isimlərini onların. Və deyir, söylə bunlara, sonra da bu cəmaata deyir, bu vəhdən gəlir, bu cür olmur ki, əstəğfurullah, yox, Allah mələkləri ilə gələcək, deyəcək. Elə ərzdə Allahın xəlifələri ki, Allahın deyəcəyi, söyləyəcəyi sözü həmin ərazilərdə, həmin ərzlərdə. Bizlər, bu İbrahim oğulların içindən olan Allah Resulullah söyləyir. Bax, söylədiyi o insanlara. Allahın bizə bildirdiyi, biz adamlara bildirdiyini söylədik, indi Allahın vəhi ilə söyləyir, gəlir ki, Allah da sual ver ona. Ne söz də deyir? Deyir onlara. Bilirdinizsə, niyə İbrahim Aleyhisselamın millətin yolunda yedmirsiniz? Allah bunu hökm olaraq qoyub. Niyə bölünmüşsünüz firqələrə? Siz əgər bunu bilirdinizsə, niyə bir yüz şiə, bir yüz sünni və bu ərəsin də özündə, mən sadalamıram nə qədər. Bu sirxatpərəstlərin içində var, siyahilərin içində, tüm dünya parçalanır. Bəli, Allah bunları bizə bildirdi və biz də indi bunu söylədik. İndi siz də söyləyin də bunları. Niyə? Niyə bu Allahın seçib qaldırdığı bu İbrahim oğullarından qabaq? Siz əgər bunları bilirdinizsə, niyə buna əməl eləmirdiniz? Nədir? Təkəbbürlük etdiniz, iba etdiniz, yabılıq etdiniz, yəni yekəbaşlıq etdiniz. Yabılıq o mənadır, yəni ki, təkəbbürlük, yekəxanalıq elədi də insan. Bax, onun üçün də bunu qəbul etmək lazımdır. Təkəbbürlü olmaq lazım deyil. Burada söhbət kəsdən getmir. Burada söhbət nə adamdan, nə xəlifədən. Burada Rəbbimizin iradəsindən gedir söhbət. Rəbbimiz belə istədi. Buna tabi olmaqla o kəslər nicat tapacaq. Onlar üzümlü olmayacaq. Onların üzərində xof olmayacaq. Burada söhbət sən kiməsə tabi olmursan, burada sən Allaha tabi olursan. Bu Allahın seçimidir. Allahın istəyidir. Sonda onsuz da o kəslər, bax, bu səhnədə mələklərin, yəni bir növ o məğlub bir halıdır. Ancaq yenə də sözsüz ki, onlar sonda yenə də Allaha tabi oldular. Məğlub nə mənada? O mübahisələrində məğlub oldular. Dedilər, sayılan sənsən, yoxdur elm bizim üçün. Ancaq nəyi ki, bildirdin bizə? Həqiqətən sən alimsən, həkimsən. Bəli, Allah alimdir. Allah hikmətlidir. Onun üçün də o insanlara üzvü tutub deyirəm. Bu günləri Allahın iradəsinin əleyhinə getməyin. Çünki bax, dalısıcan Allah öyrədəcək. Gəlir. Dedi, ay adam, xəbər ver onlara isimləri ilə onların. Bax, onların bilmədiklərini bu günləri Allah bu adamlara,
bu zamanədə etdiyi xəlifələrə, o ərzlərdə, ərazilərdə etdiyi xəlifələrə bildirdi və indi o adamlar da söylədilər, üzr istəyirəm. Söylədilər isimləri ilə onların, bəyək salalılığın bir neçə şeyi. Əgər bilirdinizsə, niyə belə edirdiniz? Niyə bu cür yaşayırdınız? Gör neçə illərdir, neçə əsrlərdir. Amma elə ki, xəbər verdi onlara isimləri ilə onların, dedi, Allah dedi, demədimmi sizə, həqiqətən mən bilirəm qeybini səmaların və ərzin, bilirəm nə ki aşkar edirsiniz və nə ki oldunuz gizlədənlər. Burada ibrət var, burada öyrətmə var. Bu elə-belə danışmır Allah bunu. Bundan nəticə çıxarmalıdır. Hər bir kəs, kim ki bunu eşidir, kimin ki qulağına çatır bu xəbərlər, kim ki bunu oxuyur və yaxud da ayrıca. Və onda dedik biz mələklər üçün, səcdə edin adam üçün. Burada yenə də söhbət ondan getmir. Yenə də gəlirəm ona ki, burada adama səcdə etməkdən, burada söhbət yenə də Allahın iradəsindən gedir. Allah belə istədi. Burada o səcdə elə mütləq, o fiziki mənada deyil. Ona qalsa, o Yusuf əleyhissalam haqqında da söhbət gedəndə, orada da deyir, xar oldular səcdə ilə. Orada yəni tabi olmaqdan gedir söhbət. Çünki o Allahın seçilmişi ki, Allah onu adam adlandırdı, o ərazilərdə, bəli, o rəsullar, Allahın rəsulları hər bir ərazidə Allahın xəlifələridir. Çünki Quranda var, səhv eləmirəmsə, 3-cü surən elə 33-cü ayəsindədir. Allah öylədir ki, o adamlar deyir ki, həqiqətən Allah seçdi adamı, bəli, indi o adamların siyasını verir. Nuhu, İbrahim ailəsini, İmran ailəsini və s. getdi. Üzərində aləmləri, zürriyyət olar, bərsindən. Allah səmidir, alimdir. Bəli, Allah rəsulları həmin o adamlardan olur. Adam olurlar onlar. Onların dərəcələri var. Və ərzdə Allahın xəlifələridir. Allahın rəsullarına itaət, Allaha itaətdir. Burada o səcdə də elə ona Allah işarədir ki, sən ona səcdə elə, sən ona tabi ol. Çünki ona tabiçilik səni mənə tabiçiliyə bağlayacaq. Çünki bunu mən deyirəm, Allah deyir. Və Allahın dediyidir axı. Sən Allahın dediyini eləyirsən. Sən Allahın dediyi hər nədirsə onu eləsən, o sənin Allaha tabiçiliyindir, Allaha itaətindir. Və Allah deyir, danışır bunu bizə. Səcdə etdilər. Mələklər səcdə etdilər. Ancaq iblis iba və təkəbbürlük etdi. Yəni iba, burada elə o sözdən o alınır, elə yabı sözü var orada ki, bəli, o yabılıq edir. Nə mənada? O böyülük eləyir. O loru dildə var, işlədirik belə biz bir sözü, yekəbaşlıq eləmə, yekəxanalıq eləmə. Özü böyü yaparma. O yabılıq eləyir, təkəbbürlük eləyir və oldu kafirlərdən. Bəli, bu günləri Allah bu səhnəni bizə danışmaqla elə birinci biz İbrahim oğullarına bunu öyrədir. Sonra ki, kimə bu açılırsa, kimə bu görünürsə, kim doğrudan da Allaha tabi olmaq istəyirsə, ona öyrədir ki, sən Allahın dediyinin əleyhinə gelmə. Sən yabılıq eləmə, iba təkəbbürlük eləmə, eləsən, sən kafirlərdən olacaqsan. Kafir olacaqsan. Kafirlər isə Allah kafiri bağışlamayacaq. Sən Allaha niyə küfr edirsən? Ağlın olsun, düşüncən olsun. Ki, fikirləşkinən ki, mən niyə Allahın dediyin əleyhinə gelməliyəm? Onsuz da bunu elə birinci biz İbrahim oğullarını öyrədir ki, bəli, heç vaxt Allahın iradəsinin əleyhinə gelmir. Və ağıl sahibləri də bundan öz ibrətlərini, dərslərini götürsünlər. Və dedik biz, ay adam, sakin ol sən və zövcün cənnətə.
Baba, məgər bu dünyanı Allah elə mənə və mənim zövcəmə verməyib? Mən dünyaya gəlməmişdən qabaq Allah mənim üçün da nə meyvələr hazır eləmişdir? Hazır edib qoymuşdur. Hansı ruziləri qoymamışdır? İstəyir mənəvi, istəyir maddi, istəyir fiziki, da nələr qoymayıb insan üçün. Və onu adam olmağa çağırır. Bəli, bu bir dərsdir, bir öyrətmədir. İnsanın adam olmasına gətirib çıxardır. Bu öyrətmələrə, Allahın bu dediklərinə, bu Quranına tabi olduqca, yələndikcə insan adam dərəcəsinə, adam ixtisasına yələnə bilər. Bu mümkündür. Allah bunu qadağa eləməyib. Əksinə, Allah bunu təklif edir. Allah bunu tövsiyə edir bəndəsinə. Dedi, ay adam, və dedik biz, ay adam, sakin ol, sən və zövcün cənnətə və yeyin ondan qida heysiniz istəyəni və olmayın bu ağaca yaxın və olarsınız zalimlərdən. Zalim olacaq insan. Nə olacaq zalim olsa? Burada dərs keçir də Allah bizi üçün. Nə olacaq bəyəmcə ki, zalim olsam mən? Allah Quranda çox yerdə deyir, o cümlədən 39-cu surənin 47-ci ayəsində nə baş verəcək? Bu baş verəcək. Əgər olsaydı o kəslər üçün ki, zalimdirlər, nə ki ərzdədir cəmiyyən və onun misli, onunla birlikdə fidyə edərdilər, onunla qiyamət gününün pis əzabından. Zalim olsam mən və belə də getsən, bütün nə var ərzdə cəmiyyən mənim, misli onun, nə qədər olsa, mən onu əvəz versəm, qiyamət günü pis əzabına qutarmaq üçün. Allah deyir ki, aşkar oldu onlar üçün Allahdan. Nə ki, olmadılar hesablayanlar. Mənim dadıma çatmayacaq, mənə kömək eləməyəcək, mənə bir günahımdan belə keçilməyəcək. Ancaq bugün Allah səni qabaqcıdan öyrədir, sənə xəbərdar edir. Deyir ki, sən mənim bu qoyduğum qadağaya, bu qadağana atlama. Sən zalimlərdən olarsan, zəlillərdən olarsan, qaranlığa düşərsən. O qadağanı keçmə, yıxılacaqsan. Üzü qoyulu gələcəksən yerə və olacaqsan qaranlıqda olanlardan, zəlil olub zalimlardan olacaqsan. Görürsünüz deyil. Və olmayın bu ağaca yaxın və olarsınız zalimlərdən. Yaxşı, və yenə də qaydıram həmin o adama bildirdi. Əgər bu günləri, bu ərzdə müəyyən mövqe sahibləri özlərini dair Allahın dinində kimlər sayırlar? Müəyyən alim, o, bu, deyirlər ki, siz kimsiniz? Siz buydunuz, busuz, filan kəs olmuşsunuz, keçmişimiz bu, filan şu, nəsə. Biz, tabi sən nələr bilirdik Qurandan? Yaxşı, nələr bilirsinizsə Qurandan, baxırıq, tərcümələrdə, mötəzələrdə yazırsınız ki, nə bilim, alma ağacı, buğda, nə bilim, banan ağacı, nəmin ağacı. Əgər bu şeyi bilsəydiniz, siz o cür yazmazdınız, o cür fikir söyləməzdiniz. Allah isə bugün biz adamlara öyrətdi ki, bu ağac Allahın qoyduğu qadağadır. Nə olursa olsun, o qadağaya değmir. Meyvələr var, cürbəcür. Bu meyvələrdən bu qadağandır. Allah belə istəyir. Verib sənin üçün ruzilər. Bu ruzi, hansı ki qadağandır, ona yaxın düşmə. İstəyir, bu maddi olsun, mənəvi olsun, fiziki cəhətdən, hansı tərzdə olur olsun. O qadağaya yaxın getmə. Allah bunu öyrədir. Deyir, zəlil etdi hər ikisini şeytan ondan. Qaranlığa saldı. Ne üçün? Ondakı tabi oldu. Çünki Allahın ayəsi var ki, sənin onlar üzərində heç bir hökmranlığın yoxdur. Heç bir hakimiyyətin yoxdur. Ancaq o kəs ki, kim ki sənə tabi oldu, iblislə diyalogunda Allah bunu öyrədir bizə. Quranda var. Sən deyir, heç bir onlar üzərində hakimiyyətin yoxdur. Ancaq kim ki sənə tabi oldu. Deməli,
Buradan da Allah öyledir ki adam tabi olduğunu ve başka bir yerde var Kur'an'da. Dəlalət eləyeyim sənə. Niçin? Bunu sənə qadağan edeyim. Sen həmişəlik olacaqsan. Sənin köhnəlməyən mülkün olacaq, bu olacaq, bu olacaq. Sən əbədi olacaqsan, nə olacaqsan. Neyle? Bu dünya ilə, dünyanın gözəlliyi ilə. Həm şirinliklendirir, həm də qorxudur. Şirinliklendirir ki, bunu əldə elə, qorxudur ki, sən bunu əl vurmasan, sən bunu əldə elə bilməyəcəksən, ha. Səndə bu azalacaq. Bu günləri biz İbrahim oğullarına da burada elə birinci növbədə bizə öyrətməsi budur. Ki Allah bizə öyrədir ki, şeytan sizi qorxutmasın, dünya ilə sındırmasın, sizi zəlil eləməsin. Amandır, mən bunu eləyərəm, birdən məndə bu çatmaz, məndə bu olmaz. Mən bundan məhrum olaram. Əslində elə diqqətlə, yaxşı-yaxşı, o qəlbimizin dərinliyinə gelib eşəliyib onu oradan Allahın izni ilə çıxarsa, elə həmin səhnədir. İblis, tüstüsüz otdan yaranan o şeytan bizə o vəsvəsəni getirir ki, biz elə bilirik, əməlimiz elə biz də orada elə çox yaşayacaq, əbədi yaşayacaq. Çünki bu dünyanı uzun, uzadı, əbədi, böyük, uzun ömürlü görməsəydik, biz bu dünyada bu ləzzətlərdən özümüzü məhrum eləməyə çalışardıq ki. Nə mənada məhrum eləməyə? Yəni onun dalsızca getməzdik, onun üçün özümüzü öldürməzdik, onun üçün özümüzü həlak eləməzdik. Ona görə Allahı unutmazdıq və Allahın dininin yardımçılarından olmağa çalışardıq. Allahın bizə verdiyi, nədən ki ruziləndirib, ondan Allah yolunda xərcləməyə çalışardıq. Bu nə olursa olsun, istəyir maddi, istəyir mənəvi, istəyir fiziki, nə veribsə Allah, ondan çalışardıq ki, Allahın dinindən yardımsın, xərcləyək. Allahın ehtiyacı yoxdur, yenə də qardaşlarım, bunu qeyd edirəm. Bilirsiniz də, sonsuz sayda Allah'a şükürlər olsun. Ancaq yaxşı olar ki, bildiyimizi həyata keçirdik. Bəli, zəlil etdi hər ikisini şeytan ondan və xaric etdi hər ikisini. Nədən ki, oldular orada? Qaranlığa saldı, zəlil elədi, unutturdu. Hər ikisi də oradan çıxdı. Burada indi söhbət ondan gelmir. Görürsünüz, yeni gəl çıxıram o söhbətin üstünə, adama bildirmək barədə. Yaxşı, bəs əgər bu özlərini alim, üləma sayanlar ki, var ki, zamanədə bəli, onlar deyirlər ki, yox, siz kimsiniz? Biz bunu bilirik, biz filan kesik, biz elə Allah'ı sayırıq, biz elə Allah'ın dinində düzlələr, biz tərcümələr eləmişik, biz belə hədislər bilirik, belə risalələr bilirik, belə təfsirlər bilirik, belə ərəbcən bilirik. Yaxşı, belə bilirdiksə, o təfsirlərdə bəs verirsiniz ki, nə bilim, göydən düşdü, nə bilim, neynədi, buğdan yedi, belə oldu, mundarığı belə çıxdı, o belə oldu, bu belə oldu. Hardan düşdü? Nədən düşdü? Ne üçün düşdü? Ondan gelmir söhbət. Söhbət onun Allah'ın ona verdiği o məqam dərəcədən düşməyindən gedir söhbət. Allah axı dedi, ay adam, ona sən qulaq asma, sən mənə qulaq as. O Allah'a qulaq asmadığı üçün indi düş aşağı. Sən artıq o məqamdan düşdün. Bu, hər birimiz bunu özümüzdə baxıb görə bilərik. Düşdün, indi deyir. Dedik biz, düşün bəziniz üçün ədavətlə. Və Allahın öyrətməsi var ki, şeytan sizin üçün düşməndir. Necə ki, Yasin surəsinin 60-cı ayəsində Allah bunu açıq-aşkar öyrədir. Deyir ki, mən sizinlə ət bağlamadım mı? Ay adam övladları, şeytana ibadət etməyəsiniz. Həqiqətən o sizin üçün ədavətlidir, aşkar. Və mənə ibadət edin, 61-ci ayda deyir. Bu yolun düzüdür. Bəli, burada deyir ki, düşün ədavətlə bəzinizə. Orada deyir, bəziniz üçün deyir. Sizin üçün ərzdə qərar tutacağınız yer və məta tərəfinə müəyyən. Gedin, indi ağlınızı başınıza yığın, bu şeyləri də verdim sizə. İndi Allah bunu öylədir ki, indi düşdüyün bu oldu. İndi nədir? Yıxılmısan. Sən axı Allah bu məqam dərəcəni vermişdi. İndi sən yıxılmısan. Sən zəlil edib səni şeytan. Qaranlığa düşmüsən.
İndi nədir? Elə bu vəziyyətinlə barışacaqsan. Bax, onun üçün də Allah öylədir. Və təlqin aldı adam Rəbbindən kəlimatı və tövbə etdi. Yəni, qayıtdı üzərinə onun. Bəli, bundan qabaq zəlil etdi, qaranlığa saldı. Başqa bir yerdə deyir ki, o qulaq astı və onun murdarlığı, ayıb yerləri göründü və o cənnət yarpaqları ilə özünü ötməyə başladı. Ötdü onu ilə. Bu cənnət yarpaqları da bu bağ, bu vərəqləri, cənnətin vərəqləri, orada da vərəqləri deyil. Bu bağ, elə deyil, bu Allahın mənəvi bağıdır da. Bu mənəvi bir bağdır, sərvətlə dolu bir bağdır, bir xəzinədir. Bu vərəqlərlə insanın əyibləri, o pislikləri örtülür. Necə ki Allah, bax, əgər sözsüz ki, insan Allahdan qorxan olarsa, bax, Ənfal surəsinin 29-cu ayəsində deyir ki, ay kəslər ki, inanırsınız, əgər Allahdan qorxasınız, o sizə furqanı verər və pisliklərinizin üstünü örtər və sizi bağışlayar və Allah əzəmətli fəzil sahibidir. Əgər Allahdan qorxsa, necə ki, baba burada deyir, və tərqin aldı adam Rəbbindən kəlimatı və tövbə etdi, yəni qayıtdı. O, Allahdan qorxan qaydır Allah tərəf. Allahdan qorxanları hidayət edir Allah. Bəli, Allah da çağırır. Ay kəssə ki, inanırsınız, əgər Allahdan qorxasınız, o sizə furqanı verər. Bu Quranın adlarından biri də elə furqandır, haqla batilə aid edəndir. Verər və pisliklərinizin üstünü ötər və sizi bağışlayar və Allah əzəmətli fəzil sahibidir. Necə ki, bəli, birdən deyərlər, hansı Quran, hansı furqan? Bu Tövratdır mı? Bu İncildir mi? Yox. Allah onu da öyrədir. Və o kəslər ki, inandılar. Bəyan demədi, ay o kəslər ki, inanırsınız. Əgər Allahdan qorxan olsanız. Allah deyir, və o kəslər ki, inandılar və əməli salihdirlər. Və inandılar nə ilə ki, nazildir üzərinə Mühəmmədin. Bəli, Mühəmməd əleyhissalamın üzərinə nazil olan furqandan gedir söhbət. Və o haqdır, yəni bu Qurandan. Və o haqdır Rəblərindən onların. O örtər üstünü pisliklərinin və islah edər onları. Bəli, onda ki, sən qayıdırsan, Allahdan qorxursan, Allah da sənə öyrədir, sən Allahın o tərbiyəsi ilə və Allah da səni pisliklərinin üstünə ötür. Sənin o ayıblarının üstünə ötür. Allah sonsuz sayda Allah'a şükürlər olsun. Və burada Allah onu da öyrədir ki, Rəbbindən kəlimatı alan, təlqin alan, kəlimatı təlqin alan adamdır. Və əgər adam olmaq istəyirsənsə, sən aləmlərin Rəbbindən kəlimatı al və ona tərəf qayıt. Bu günləri nə qədər olur ki, insanlarla danışırsan, onlar özlərinə kənardan baxa bilmirlər ki, onlar, necə Quranda ayə vardır, onlar Allahdan başqalarını özlərinə Rəbb məqamında götürdülər. Onlar görsələr ki, diqqətlə fikir versələr ki, hərə öz şəklinə görə hərəkət edir. Allah da deyir ki, sən adam olmaq istəyirsən, sən Rəbbindən kəlimatı öyrəncilən, təlqin algilən, ona tərəf qayır. Hansı Rəbdən? Bax, aləmlərin Rəbbi olan Rəbdən. Allahdan. O Allah ki, həm də onun üçündür. Odur Rəbbi aləmlərin. Odur bu Quranın sahibi, maliki. Odur səmaların və ərzin və Allahsında olanların maliki. Bütün varlıqların maliki, mütləq padşah. İstəyirsən adam olmaq, sən bax o Rəbdən, o Allahdan, yəni ki, Allah olan Rəbdən sən təlqin alginən kəlimatı və tövbə et ona tərəf. Onda sən adam ola bilərsən. Sən dünyada nəyəsə nail ola bilərsən, Allahdan başqalarından nəsə öyrənmək istəməklə, onlara qulaq asmanın, ancaq adam ola bilməyəcəksən. Sən Allahın xəlifəsi ola bilməyəcəksən. Sən Allahın rəsulu ola bilməyəcəksən. Çünki Allahın rəsulu olmaq üçün
Bu günləri görürsünüz, danışırlar bizi ilə. Baxırsan ki, hə, bu filan kəsin rəsuludur, bu filan kəsin rəsuludur, bu peyğəmbərin rəsuludur, bu imamın rəsuludur, bu nə müştəhidin rəsuludur, bu nə bilim axundun rəsuludur, filan kəsin. Ancaq Allahın rəsulu olmaq üçün, adam olmaq üçün, xəlifə olmaq üçün Rəbbindən kəlimatı təlqin almalısan və ona tərəf qayıtmalısan. Və qayıtdı və tövbə etdi üzərinə onun. Həqiqətən o, yəni Allah təvvabdır, rəhimdir. Dedik biz, düşün oradan cəmiyyən və nə vaxt ki gəlsə sizə məndən hidayət və kim tabi olarsa hidayətimə, yoxdur xof üzərində onların və olmayacaqlar hüzünlü. Sonsuz sayda Allaha şükürlər olsun. Allahın bu Quranında öyrətmələri, ayətləri səpələnir. Bəli, mən bayaqları deyəndə ki, Rəsul olmayacaqsan. Bəli, deyə Allahın öyrətməsidir. Bu, öz başınızdan demirik. Allah deyir, ay adam övladları, nə vaxt ki gələndə sizin üçün Rəsullar sizin özünüzdən, mənim ayətlərimi sizə hekayət edəndə, kim təqvalı olub və islah etdi, onların üzərində xof yoxdur və hüzünlü olmayacaqlar. Daha sonra deyir, o kəslər ki, yalan saydılar ayətlərimizlə bizi və təkəbbürlük etdilər ondan. Onlar od əsabıdırlar. Orada həmişəlikdirlər. Allah'ın bu öğretmesidir de. Eynən o öğretmə hikmətdir. Dedik biz, düşün oradan cəmiyə və nə vaxt ki, gəlsə sizə məndən hidayət. Allah da deyir, ay adam övladları, adamdan gedir də söhbət, adamın övladlarından gedir. Nə vaxt ki, gələndə sizin üçün Rəsullar sizin özünüzdən, mənim ayətlərimi sizin üçün hekayət edədəm. Kim təqvalı olub və islah etdi, onların üzərində xof yoxdur. Allah deyir, kim tabi olarsa hidayətə, yoxdur xof üzərində onlar və olmayacaqlar üzünlü. Allah da deyir burada, onlar orada deyirəm şey, onlar üçün deyir, xof olmayacaq, üzünlü olmayacaqlar onlar. Və dalsızcan olan ailədir ki, bu kəslər ki, kafir oldular və yalan saydılar ayətlərimizlə bizi. Həmin onlar əshabıdırlar odur. Onlar orada həmişəlidirlər. Burada da onu öylədir. O kəslər ki, yalan saydılar ayətlərimizlə bizi və təkəbbürlük etdilər ondan. Həmin onlar od əshabıdırlar. Onlar orada həmişəlidirlər. Buna Allah öylədir ki, tabi ol bu hidayətə, Allahın hidayətinə, Rəbbinin göndərdiyi, nazil etdiyinə. O Rəbb ki, Allahdır. Aləmlərin Rəbbidir. Onun göndərdiyi bu vəhlərə, bu hidayətə tabi ol. Onda sən adam olacaqsan. Onda sən hidayət tapacaqsan. Onda sənin üzərində xof olmayacaq. Sən üzünlü olmayacaqsan. Əksi isə odur ki, sən kafir olub, yalan saysan, sən od əshabı olacaqsan. Orada həmişəlik olacaqsan. Çünki bu o deməkdir ki, sən iblis kimi iba, yadılıq eləyib, təkəbbürlük eləyib, üz döndərirsən. Sən Allahın hidayətindən üz döndərirsən, Allahın dediyindən üz döndərirsən, Allahın öyrətməsindən üz döndərirsən və olacaqsan kafirlərdən. Kafirlər də Allah öyrətdi ki, deyir. Və kafir oldular və yalan saydılar ayətlərimizdə bizi. Kim ki o kəs olsa, deyir, bəli deyir, onda deyir, onlardır, həmin onlardır ki, od əshabıdırlar. Əshabıdırlar odun, onlar orada həmişəlidirlər. Sonsuz sayda Allah'a şükürlər olsun. Özümü də, sizi də çağırıram, Allahın dediklərinə kafir olmayaq, Allahın iradəsinin əleyhinə getməyək. Bütün insanları da buna çağırırıq, elə Allah bizi bundan ötürü qaldırıb ki, biz o ərazilərdə Allahın işini yerinə yetirək. Allahın işini deyəndə söhbət ümumi şəkildə Allahın işindən getmir. Söhbət o ərazidən gedir. Allahın o insanlara söyləyəcəklərini Allahın izni ilə, Allahdan vəh, ilham alıb, onları inşallah söyləyirik. Sonsuz sayda Allah'a şükürlər olsun. Bunu qəbul eləsələr də, eləməsələr də, həmd olsun Allaha. Allahın bizə şahidliyi kifayətdir. Onlarla bizim aramızda. Mən üzrxahlıq eləyirəm, məndən sonra çıxış edəcək qardaşımdan ki, mən onun vaxtına bir xeyla girdim. Onun üçün də inşallah indi Allahın izni ilə İbrahim oğullarının Qurandan tərtib etdiyi duaları inşallah yetirib və Allahın izni ilə bugünkü çıxışımı saxlamaq istəyirəm. İnşallah ölməsə sağ qalsa, gələn görüşlərimizdə davam etdirərik. Uca qüdrətli, ali əzəmətli olan Allahımız doğru buyurur.
Rəbbimiz cəzalandırma bizi əgər undarıqsa, yaxud xəta edəriksə. Rəbbimiz yükləmə üzərimizə ağırlığı, nə qədər yüklədin üzərinə o kəslərin ki, bizdən qabaq var idilər. Rəbbimiz yükləmə bizə, nə kitabətimiz yoxdur ona. Əhv et bizdən və bağışla bizim üçün və rəhm et bizə. Sən bizim Mövlamızsan və yardım et bizə üzərində kafir qovmun. Rəbbimiz qəlblərimizin əyilməyinə imkan vermə, ondan sonra ki, hidayət edibsən bizi və bəxş et bizim üçün öz yanından rəhmət. Həqiqətən sən vahhabsan. Rəbbimiz həqiqətən biz inandıq və bağışla bizim üçün günahlarımızı və bizi od əzabından qoru. Allahım mənim, malikisən mülklərin, verirsən mülk kimə istəsən və alırsan mülkü kimdən istəsən və izzətlidir kim istəsən və zillətlidir kim istəsə və izzətlidir kim istəsə və zillətlidir kim istəsə. Sənin əlinlədir xeyir, həqiqətən sən üzərində külli şeyin qadirsən. Cövlan edirsən gecəni gündüzdə və cövlan edirsən gündüzü gecədə və xaric edirsən dirini meyyitdən və xaric edirsən meyyiti diridən və ruzu verirsən kimə istəsən qeyri hesab. Rəbbimiz, bağışla bizim üçün günahlarımızı və işimizdə israfkarlığımızı və sabit et qədəmlərimizi və kafir qovma qarşı bizə yardım et. Rəbbimiz, sənin rəhmətin və elmin külli şeyi əhatə edib və bağışla o kəsləri ki, qayıdıblar və tabi edirlər sənin yoluna və qoru onları cəhənnəm əzabından. Rəbbimiz, və daxil et onları ədin cənnətlərinə, hansı ki, vədə vermişdin onlara və o kəsə ki, salih idi atalarından və zövclərindən və zürriyyətlərindən. Həqiqətən sən əzizsən, həkimsən və qoru onları pislikdən və kimi pislikdən qorusan o gündə ona rəhm etmiş olarsan və budur əzəmətli uğur. Rəbbimiz, bəxş et bizim üçün zövclərimizdən və zürriyyətlərimizdən gözümüzün işığı olanı və et bizi müttəqilər üçün imamlar. Rəbbimiz, et bizi sənə təslim olan və zürriyyətimizdən sənə təslim olan ümmət və görək biz əskikliyimizi və tövbə et üzərimizə bizim həqiqətən sən təvvabsan, rəhimsən. Rəbbimiz, artır üzərimizə səbir və sabit et qədəmlərimizi və yardım et bizə üzərində kafir qovmun. Rəbbimiz, həqiqətən sən bilirsən nə ki məxfi edək və nə ki elan edək və bir şey məxfi qalmaz Allaha səmada və ərzdə. Rəbbimiz, həqiqətən biz eşitdik dəvət edənin imana çağırışını, iman gətirin Rəbbinizə və biz iman gətirdik. Rəbbimiz, bağışla günahlarımızı bizim üçün və təmizlə bizi pisliklərimizdən və vəfat bağışla bizə doğru olanlarla birlikdə. Rəbbimiz, əta et bizə nə ki vəd etmişdin bizə öz rəsulların vasitəsilə və rüsvay etmə bizi qiyamət günündə. Həqiqətən sən vədinə xilaf çıxmazsan. Rəbbimiz, et bizi və zürriyyətimizi islahat üçün ayağa qalxan. Rəbbimiz, istəyimizi qəbul et. Rəbbimiz, həqiqətən bizə nazil edəcəyin xeyrə möhtacıq. Rəbbimiz, bəxş et bizə hikmət və bizi salihlərlə birləşdir. Və et bizi axırdakılar arasında doğru dil və et bizi nəyin cənnətlərinin varislərindən və rüsvay etmə bizi qalxma günündə. O gün yoxdur mənfəətin, mal, dövlətin və oğulların, ancaq kim ki gələrsə Allaha tərəf salim qəlblə. Rəbbimiz, öyrət bizə, şükr edək sənin neymətinə, hansı ki neymət verdin bizə və bizim valideynlərimizə və ondan ötürü ki əməllərimizi islah edək, hansı ki sən ondan razı olasan və daxil et bizi öz rəhmətinə, salih bəndələrinin içərisində olan halda. Rəbbimiz, sənə təvəkkül edirik və sənə tərəf döndük və sənə tərəfdir qayıdış. Həmd, şükür, tərif, səna, saya sayılmaq, uca tutulmaq, yad edilmək, ən gözəl adlar, ən âli sifətlər, müqəddəs bilinmək, hər cür şükür, tərif, sonsuz sayıdır şükür, tərif Allahımız bizim. Yalnız və yalnız sənin üçündür. Sənsən Rəbbi aləmlərin. Allah razı olsun. Allahın sülhü, əmnəmanlığı, rəhməti, bərəkəti olsun üzərinizdə. Allah mübarək eləsin hər bir günümüzü, hər bir anımızı, gecəmiz xeyirli, bərəkətli, qədirli olsun. Bir daha Allahdan bütün İbrahim oğullarına, Adam evladlarına və bütün bəşər evladına Allahın bizə öyrətməsinə görə sülh, əmnəmanlıq, rəhmət, bərəkət, mərhəmət, xeyirli aqibət, salamatçılıq dilirik. İnşallah görüşərik. Həm də Allah üçündür, Rəbbidir aləmlərin.